Salam əziz şagirdlər, bugün sizinlə Dimin ingilis dili üçün yeni nəşr etdiyi topludan kəmiyyət bildirən sözlərin izahına baxacağıq. 11-ci sinif üçün nəzərdə tutulmuş topludur. Birinci sualda bizdən düzgün cavabı istəyir. Deməli, bizim burada diqqət yetirməli olduğumuz birinci söz only, ikinci söz isə boşluqdan sonra gələn turist sözüdür. Turist sözünə fikir veririk ki, cəmdədir. Sayıla bilən isimdir. Çünki sayıla bilməyən isimlər heç bir zaman cəmlənə bilmir. Turist sözü cəmdədir və sayıla bilən isimdir. Və bizim qaydamıza əsasən little, much, bir də little sözləri heç vaxt cəm isimlərlə işlənə bilməz. Onun üçün də avtomatik olaraq variantlardan little və much-ı silirəm. C bəndində isə a lot yazılıb. A lot ifadəsi əgər özündən sonra söz gəlməsəydi, a lot ifadəsini işlədə bilərdik. Lakin özündən sonra turist sözü gəldiyi üçün burada of olmalıydı, a lot of olmalıydı. Və həmçinin burada only də işləndiyi üçün only ilə heç zaman a lot of işlənə bilməz. Onun üçün də C bəndi də yanlışdır. Yerdə qalacaq D və Y bəndi. Bizim qaydamıza əsasən biz burada qeyd etmişik ki, only ilə a few və yaxud da a little işlənir. Əgər ismimiz sayıla bilən cəmdirsə, a few işlənəcək. Few isə only ilə heç zaman işlənə bilməz. İkinci testdə very verib əvvəlində, sonra isə money sözünü verib. Money sözü pul deməkdir, sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğu üçün də burada a few-nu silərik, many-ni silərik, a few-nu silərik. Burada qalacaq B və D bəndi. A lot of bilirik ki, özündən sonra of gəlməlidir isimlə işlənməsi üçün. B bəndi də yanlış olacaq, doğru cavab olacaq D bəndi. Burada diqqət yetirirsinizsə, verini də nişanladım. Bunu nə üçün qeyd etdim? Baxın, burada qeyd 3-də nişanlanıb ki, qeyd edilib ki, so, to, very üçü də eyni mənanı verir. Yalnız many, much, few və little işlənə bilər. Yəni, so-dan sonra article olanlar gələ bilməz. Only'dən sonra isə a few, a little gələr. So, to və very fərqi yoxdur. Üçündən biri işləndikdirsə, many, much, few və little gəlməlidir. Özündən sonra gələn ismə əsasən təyin olunur. Üçüncü testdə heç bir söz verilməyib, ona görə də variantlarla işləyirik. Hər bir variantda ism olaraq information sözünü qeyd ediblər. Information sözü sayıla bilməyən isimdir. Sayıla bilməyən olduğu üçün də avtomatik olaraq cəmlənə də bilmir. Onun üçün də mən burada cəmlərlə işlənən many-ni, a few-nu silərəm. Yerdə qalar A, D və Y bəndi. Biz D-də də qeyd etdik ki, a lot-un əgər of-u yoxdursa, heç bir zaman özündən sonra isim qəbul edə bilməz. Ona görə də D bəndi də yanlışdır. Y-də isə biz isim dərsində keçmişik ki, sayıla bilməyən isimlər heç bir zaman article işlənmir. Burada ən article-dır. Bu variantı da silərik. Cavab olar A bəndi. Much information. Dördüncü testə nəzər yetiririk. Dördüncü testdə luggage sözünü verib, sayıla bilməyən isimdir. Cəmdədir. Sayıla bilməyən isim olduğu üçün də a few silinər, many silinər, few silinər. Yerdə qalar little və a lot və bu ifadəni biz artıq dəfələrlə qeyd etmişik ki, a lot-un of-u yoxdursa özündən sonra heç bir zaman özündən sonra isim gələ bilməz. Ona görə də Y bəndi də yanlışdır. Cavab olacaq A bəndi little. Beşinci testdə diqqət yetiririk. Özündən sonra heç bir söz gəlməyib. Bəzən bu uşaqlarda çaşqınlıq yaradır ki, bəs özündən sonra söz gəlməyibsə, biz hansı sözə əsasən bunu götürəcəyik ki, sayıla bilən isimlə işlənən götürək, yoxsa sayıla bilməyən isimlə işlənən götürək? Burada artıq biz birinci sözümüzə baxmalıyıq. Burada baxırıq ki, birinci cümləmizin ismi honey idi. Honey bal deməkdir, yeyinti məhsuludur, sayılmır. Sayıla bilmədiyi üçün də many ilə işlənməz, few ilə işlənməz, a few ilə işlənməz. Yerdə qalacaq C və D bəndi. Və bayaqki PDF-imizdə də qeyd etdik ki, only ilə a little işlənir. İsim sayıla bilməyən təkdirsə a little, sayıla bilən cəmdirsə a few işlənir. Və burada da ismim sayıla bilməyən təkdir, ona görə də D bəndi doğrudur. Only little ola bilməz. Only a little işlənməli idi. 6-cı testdə əvvəldə only gəlib, daha sonra isə passenger sözü gəlib. Passenger sözü baxırıq ki, cəmdədir. Cəmdə olduğu üçün də much da işlənməz, little da işlənməz. A lot-un of-u yoxdur, ona görə doğru sayılmır.
B bəndi və Y bəndi qalır və bir daha PDF-ə qayıtsaq görərik ki, onunla ilə meni heç zaman işlənmir, F işlənir. Ona görə də cavabımız olur Y bəndi. 7-ci testə baxırıq. Əsas sözümüz frienddir. Friend sözü cəmdə işlənib, sonunda S-i var. Cəmdə işləndiyi üçün match olmaz, a little olmaz. C-də də match silərəm. Burada baxırıq ki, yenə də elotun ofu yoxdur. Bu variantda yanlışdır. B bəndini götürürük. Belə asan qaydaları bilməklə variantları çıxdaş edərək taparaq həm vaxtımıza qənaət edərik, həm də bizə daha asan gələr test. Yenə də 8-ci testdə water sözünü verib, su deməkdir, maye halında olduğu üçün sayılmayan isimdir. Sayılmayan isim olduğu üçün B-ni silirəm, C-ni silirəm. Bu iki variant qalsın və yeni silirəm. Burada indi baxaq A-la D-nin fərqinə. A-la D-nin fərqi ondan ibarətdir ki, əgər boşluqdan sonra söz gəlirsə, isim gəlirsə, bu zaman orada of işlənməlidir hökmən. A lot of. Yox, əgər boşluqdan sonra water sözü gəlməsəydi, mən onda a lot sözünü işlədə bilərdim. A lot, belə deyək ki, digər nitq hissələri ilə işlənir. A lot of-dan sonra isə hökmən və hökmən isim gəlməlidir. 9-cu testə baxaq. 9-cu sözdə butter sözünü verib. Butter yağ deməkdir, sayıla bilməyən isimdir. Sayıla bilməyən olduğu üçün də A-nı çıxıram. Yenə hər zamanki kimi of yoxdur, D-ni də silirəm. F silinəcək, meni silinəcək. Cavabım olacaq Y bəndi, a lot of. 10-cu testdə də yenə water sözünü verib. Su deməkdir, maye halında olduğu üçün sayılmır. Sayıla bilmədiyi üçün B ilə olmaz. C ilə fuel olmaz, fuel olmaz. Burada a lotun yenə hər zamanki kimi of yoxdur, yanlışdır. Qalacaq A bəndi, little. Növbəti testimizə baxaq. 11-ci testə baxırıq. 11-ci testdə də yenə butter sözünü verib. Butter yağ deməkdir, sayıla bilməyən isimdir. Sayıla bilməyən olduğu üçün də meni sözünü çıxıram. Variantlardan da 2-ni çıxsam, B-ni, Y-ni və yenə PDF-imizdə nəsə baş verir. C-ni çıxsam, qalacaq A-la D. Burada baxıram ki, A-la D qalıb, bir düzdür, match işlənir. 3-dəki FU sözü isə biz demişik ki, cəm isimlərdə işlənir, tək isimlərdə işlənmir. Ona görə də 3-ü də çıxarıq. Variantımız qalacaq 1, 4, A bəndi. Necə dəqiqə PDF-imi aydınlaşdıraq. Bilirəm ki, artıq etməz. Bəzən texniki səhvlər baş verə bilir canlı dərs zamanı. Amma bunlar bizi öz məqsədimizdən geri yayındırmasın. 12-ci testə baxırıq. 12-ci testdə money sözü işlənib. Money sözü pul deməkdir və heç zaman cəmlənmir və sayıla bilmir. Sayıla bilməyən olduğu üçün matchla işlənə bilər. Doğrudur. Meni ilə işlənməz. İşimi asanlaşdırmaq üçün 2 olanları çıxıram burada. Meni cəm isimlərlə işlənir. F ilə işlənməz. 3-ü də çıxıram. Yerdə qalır 1, 4, Y bəndi. Belə asan üsullarla tapmaq daha yaxşıdır. Həmçinin də vaxta qənaət edir. 13-cü testdə baxırıq ki, interesting articles verilib. Burada çox uşaq gətirir, bu interesting sözünə əsasən müəyyən edir sözü. Lakin biz buna burada baxmırıq. Niyə? Çünki bu təyindir, sifətdir. Maraqlı deyil məqalələr. Bizim burada əsas baxacaq olacağımız bu sözdür. Article sözüdür və görürsünüzsə cəmdədir. Cəmdə işləndiyi üçün də mən burada match'ı çıxaram, too much'ı çıxaram. A lotun ofu yoxdur, onun üçün bu da çıxılar. C-ni də çıxaram, yerdə qalar B bəndi, meni. 14-cü testdən yenə books sözünü verib. Books sözü cəmdədir. Biz demişik ki, cəmdə işlənən isimlərindən heç zaman match olmaz. A lotun ofu yoxdur. Bu da olmaz. Too much da olmaz. Much, too much, tək fərqi to-la işlənməsidir. Yəni, hər ikisi də buradakı matchda ancaq və ancaq tək isimlərlə işlənə bilər. Hökmən də isim sayıla bilməyən olmalıdır. Little-da həmçinin elə variantım olacaq A bəndi mini books. 15-ə baxaq. 15-ci sözdə question sözünü verib. Question sözü cəmdədir. Cəmdə olduğu üçün meni ilə işlənə bilər.
Bir olmayan variantları çıxsam, 3 var, 2 bəndim gedəcək, qalacaq A, C, Y bəndi. Matchla da işlənə bilməz, match tək isimlərlə işlənir. 2-ni də silinəm. 3-lə də işlənə bilməz, Elitl-da tək isimlərlə işlənir. 3 də silinir, yerdə qalır 1, 4, A bəndi. FU və menu. 16-cı testdə yenə də variantlarla işlərik. Burada deməli water verib, sayıla bilməyən isimdir, tək isimdir. Ona görə də little-dan işlənə bilir. Bura qədər düzdür. Bəs very little-dan işlənə bilərmi? Yenədən PDF-imizə baxırıq. So-da, to-da, very-də little-la işlənə bilir. Həm little-la işlənə bilər, ismim sayıla bilən cəmdirsə, menu və few-la işlədəcəm. Sayıla bilməyən təkdirsə, match və little-la işlədəcəm. Ona görə də bu bəndimiz doğrudur. Bir doğrudur. Bir olmayanları çıxıram, işimi asanlaşdırım. F-i news verib, news sözü uşaqların çox takıldığı bir sözdür. News sözü həmişə sayıla bilməyən isimdir. Yəni sayılmır. Ona görə də 2 olanları da çıxıram. Yerdə qalır A bəndim 1, 4, 5. Variantı yoxlayaq. 4 düzdür. To-la match işlənir. Sugar sözü də sayıla bilməyən isimdir. Few özündən sonra cəm isim tələb edir. Mistakes də cəmdir. 1, 4, 5 A bəndi olacaq. Növbəti 17-ci testimizə baxıram. Yenə də furniture sözü sayıla bilməyən isimdir. Matchda işlənib, doğrudur. Sayıla bilmir, matchla işlənməlidir. Breed sözü yeyinti məhsuludur. Sayıla bilməyən isimdir. Menu ilə işlənib, yanlışdır. 2-ləri çıxıram. Yeni də çıxıram. Bunu da çıxıram. Yerdə qalır B bəndi. 1, 3, 5. People cəmdədir. Menu ilə işlənib. Biz demişik ki, so-da, to-da, very-də menu ilə işlənə bilər. Money sayılmır, sayıla bilmədiyi üçün few-la işlənə bilməz. Information sayılmır, matchla işlənə bilər. To-da matchla işlənir. 1, 3, 5 olur. Tree sözünə baxıram, cəmdədir və only də var burada. Only'yə də diqqət yetiririk testi taparkən. Tree sözü cəmdə olduğu üçün A-nı çıxaram. C-nin elotu, of-u yəni olmadığı üçün elot of olmalıydı. Ona görə C-ni də çıxaram. Qalar B, Y və D bəndi. Və mən burada qeyd etmişəm ki, only ilə nə işlənər? Only ilə FU işlənər. İsmim sayıla bilirsə, cəmdirsə FU işlənər və FU da ilə B bəndindədir. 19-cu testə baxaq. 19-cu testdə baxın, boşluqdan sonra heç bir söz verilməyib. Bunu nəyə əsasən seçəcəyik? Baxaq, otel deyir çox bahalı deyil. Söhbət nədən gedir? Otelin qiymətindən gedir. Ona görə də A-nı silərəm. Yeni silərəm. Yerdə qalar B, C və D bəndi. It didn't cost very və very işlənib. Burada very ilə də demişik ki, heç zaman D işlənə bilməz, article gələ bilməz sözündən sonra. Matchla little qalıb və burada da deyir ki, bahalı deyil. Bahalı deyilsə, onun deyir ki, az dəyəri olacaq. Ona görə də C bəndi olar. Sonra deməli, növbəti testimizə baxaq, 20-ci testimizə baxaq. 20-ci testdə əvvəlcə gəlin to-la işlənməyənləri seçək. To-la elitl işlənməz. Baxaq görə indi burada ismimiz necədir, onu əsasən seçək. Mən deyir ki, o maşını almadım, çünki onun dəyəri çox idi. Bu maşını almadım, çünki onun dəyəri çox olar, az olar. Bahalı idi ki, almayıb da. Deməli, to-la da bircə dəqiqə bunları silim. Little-ı siləcəm, few-nu siləcəm. To-la menu-də match-da işlənir. Dəyərdən söhbət getdiyi üçün olacaq cavabım D bəndi. 21-ci sözdə baxırıq. 21-ci testdə birinci tərəfdə people işlənib, ikinci tərəfdə isə information sözü işlənib. People sözü cəmdə işlənib. Cəmdə işləndiyi üçün də biz onunla elotu verə bilmərik. Çünki elotdan sonra hökmən bilirik ki, of olmalıdır ki, isimli işlənə bilsin. People cəmdə olduğu üçün matchda işlənməz. Yerdə qalacaq B, D və Y bəndi. İkinci tərəfə keçsək isə görərik ki, ikinci tərəfdə information sözü verib, sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğu üçün də B-ni silirəm. Niyə B-ni silirəm? Buradakı an article-dır. Article olduğu üçün də sayıla bilən isimlə işlənməlidir. B yanlışdır və həmçinin burada da article olduğu üçün də
D-ni də çıxırıq. Cavabımız olur Y bəndi. Yenidən qayıdaq 19-cu testə nəzər yetirək. Burada səhv eləmirəmsə bir şey nəzər yetirmədik. 19-cu testdə bizə deyir ki, bu deyir ki, onun dəyəri bahalı deyilsə, onun dəyəri az yox, çox olar. Burada cavabımız olacaq B bəndi, üzürlü sayın diqqətindən qaçıb. Sonra keçək 22-ci testimizə. 22-ci testdə bizdən tələb edir, nəyi tələb edir? Düzgün sözü, friend sözünə baxıram, cəmdədir. Cəmdə olduğu üçün də match sözünü avtomatik çıxaram. 4-ü variantlardan da çıxıram ki, işimi bir qədər asanlaşdırım. Yerdə qalacaq 1, 2, 3. Və artıq burada görürəm ki, tərcüməyə əsasən götürməliyəm və burada bizə ipucu verib ki, sociable, yəni sosial insandır. Onun deyir, təbiəti, xarakteri sosial insandır. Ona görə də onun çox dostu ola bilər də. Az dostu olmaz ki. Bunun üçün biri silirəm. Çünki bir az deməkdir, çox az deməkdir. Birləri silərəm, qalar a lot of və vereyim many 2, 3 sevərli. 23-cü testdə yenə də tourist sözü cəmdədir. Cəmdə olduğu kimi yenə 4-ü çıxdaş edirəm buradan. Və deyir ki, bu şəhər yəni maraqlı bir yerdir, çox maraqlı bir məkandır. Ona görə də turistlər çox gələr də, az gəlməz. Biri silərəm burada tərcüməyə əsasən, cavabım olacaq Y, 2, 3. Maraqlı bir yer olduğu üçün çox turist gəlir buraya. 2, 3. 24-cü testə baxaq. 24-cü testdə birinci sözə əsasən götürmürük. Bu təyin edicidir, yəni ki, sifətdir. Buna əsasən götürürük və role sözü də cəmdədir. Sonunda esi var. Cəmdə olduğu üçün birlə işlənməz. Birləri çıxıram. İşimi çox asanlaşdırdı bu variant çıxma işi. Yerdə qalacaq S ilə D. S ilə D-ni də nəyə əsasən götürürəm? Role sözü cəmdədirsə, little işlənə bilməz. Ona görə də 2-ni də silirəm. Yerdə qalır 3, 4, 5 D bəndi. 25-ci testdə purple sözünə baxmırıq, bu təyin edicidir. Bu sözə əsasən baxırıq, bənövşəyə güllər, cəmdədir. Cəmdə olduğu üçün 3-ü silirəm, 4-ü silirəm. Yerdə qalır 1, 2 və 5 bəndi. B. 26-cı testdə baxırıq, söhbət bu sözlə gedir, sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğu üçün də Y ilə işlənməz. B ilə işlənməz. İkinci tərəfdə də only ilə işlənəni verir. Həmin bu sözə əsasən only ilə işlənən, yəni mənə sayıla bilməyən tək isimlə işlənən lazımdır. Ona görə də F-unu silirəm burada. Onlydən sonra demişik ki, a little işlənər. Little işlənməz və yerdə də qalır D bəndi. Much və a little. 27-ci sözdə, testdə bu sözə əsasən götürürəm. Caviar, xardal kürü deməkdir. Sayıla bilmir. Sayıla bilmədiyi üçün də deməli, burada B ilə D-ni silirəm. İkinci tərəfə baxıram, onu verib bu sözə əsasən götürdüyüm üçün F-unu da silirəm. Little-ı da silirəm. Doğru cavabım olur Y bəndi. 28-də time verib və clever verib. Else bu biraz fərqli bir dərsdir. Deməli, burada nə işlədəcək? Else-dən sonra heç zaman isim gəlməz. Burada time verilib, yanlışdır. A lot-un of-u yoxdur. Of-u yoxdursa özündən sonra isim gəlməz. Bu da yanlışdır. Enough qalsın, digər variantlara da yetirək. Many verib, many time olmazdır. Time-ın əslində iki mənası var. Dəfə mənasında many ilə işlənə bilir. Çünki onda sayıla bilən isim olur, cəmlənir. Amma vaxt zaman mənasında many ilə işlənməz və biz bilirik ki, baxın burada sodan sonra heç zaman isim olmaz. Orada time isimdir, ona görə də Y bəndi də olmayacaq. Düzgün cavabımız olacaq C. Bir dəqiqə test açılsın. Düzgün cavabımız olacaq C bəndi enough. Keçək 29-cu testimizə. 29-cu testdə baxırıq ki, of var. Həmişə of olarsa sözdə ofa qədər olan hissəyə baxacaq. Baxın, bura qədər olana. Ofa qədər olan hissələrə əsasən baxırıq. Yəni, burada cheese sözü bizə maraqlı deyil. Bizə maraqlı olan ofa qədər olan hissəsi. Bax, məsələn, much sayıla bilməyən isimlə işlənir. Close sayılıb, yəni cəmlənib. Ona görə də onu silirəm. Birləri silirəm. 2-dən many cəm isimlə işlənir. Burada da piece cəmlənib. Bu düzdür.
Bunu götürürəm. Few cəm isimdən işlənir, piece cəmlənməyib, bu yanlışdır. 3-ü də silirəm. 4-də few cəm isimdən işlənir, kilos cəmlənib, bu düzdür. A little tək isimdən işlənir, piece tək isimdir, bu da doğrudur. Doğru cavabım olacaq 2, 4, 5, B bəndi. 30-cu testə baxaq. 30-cu testdə ilə bunun kimidir. Ofa qədər olan hissələrə baxırıq. Ofa baxırıq, ofa baxırıq. Aha, hamısında ofa baxırıq. Bunun izahı, bu testin izahı eynən PDF-də dərs izahında da verilir. Package sözü cəmlədir, mat cəmlən işlənə bilməz. Biri çıxırıq. Çıxdım, əlimdə yalnızca 2 variant qaldı. Cups cəmlədir, many cəmdə olanlarla işlənir, bu da doğrudur. Cup təkdədir, few cəmdə olanlarla işlənir, bu yanlışdır. Cavabım olacaq 2, 4, 5, D bəndi. Package cəmdədir, few ilə işlənir, bu da doğrudur. Cup təkdədir, a little təkdə işlənir, bu da doğrudur. 31-ci testə baxırıq, work işlənib. Work sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğu üçün S-ni çıxıram burada, D-ni çıxıram, Y-ni çıxıram. Və indi keçirəm əsas tərcüməyə. Tərcüməyə əsasən götürülük. Bizim deyir ki, çox işimiz var və burada baxın deyir ki, əlavə kimsə, daha kimsə bizə kömək etməlidir. Əgər bizə kömək edilirsə, bizim az işimiz olar, çox işimiz olar. Əlbəttə ki, çox işimiz olar. Ona görə də elotovu götürülük. Little isə çox az deməkdir. 31-ci testə baxaq. 31-ci sözdə ink sözünə əsasən, 32-ci testdə səhv etmirəmsə, 32-ci testdə ink sözünə əsasən götürülük. Ink sözü sayıla bilməyən isimdir. Sayıla bilməyən olduğu üçün də few olmaz, many olmaz. Burada ikinci tərəfdə few verib yanlışdır. Birinci tərəf sayıla bilməyən isimdirsə, ikinci tərəfdə də sayıla bilməyən isim götürürük. Only ilə yenə də many işlənməz, ikinci tərəfi yanlışdır. Doğru cavabım olacaq D bəndi. 33-cü testdə traffic sözünə baxırıq. Sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğu üçün heç zaman few ilə işlənməz. Only ilə little yox, a little işlənən, article olan. Bunları test çıxıram. 4, 3-ü də çıxıram. Cavabım olur 1, 2, 5, B bəndi. Hardly N ilə işlənə bilər. N özündən sonra həm tək, həm cəm isim alır. Little ilə işlənə bilər, mət işlənə bilər. 34-cü testə baxıram. Progress sözüdür. Burada bir dənə qayda deyim, yadda saxlayaq. Sonu 2 S-lə bitən isimlər həmişə təkdə olan isimlərdir, cəmləndirlər. Cəmlənə bilmədiyi üçün də many-ni silərəm. Only a little olar. Only little işlənə bilməz. Birləri burada çıxıram. 2-ni də həmçinin çıxdaş edirəm. Variantım olur 3, 4, 5, C bəndi. Hardly, little və much. 35-ci testə baxaq. 35-ci testdə people sözünə əsasən götürürəm. Sayıla bilən cəm isimdir. Sayıla bilən cəm isim olduğu üçün də D bəndini çıxıram və burada görürəm ki, only few verib. Əslində only a few verməlidir. Only few verməli deyil. Bu yanlışdır. Tərcüməyə əsasən götürürük ki, burada görünür ki, Jack deyir, çox az məşq edirdi. Ona görə də insanlar gözləmirdi ki, o qalib gəlsin. Çox az məşq edirsə, sizcə çox insan onun qalib gəldiyini gözləyə bilər, yoxsa az insan? Əlbəttə ki, çox az insan. Yəni, A bəndi olacaq. 36-cı testdə cookie sözünə baxırıq. Cəmdə işlənib. Cəmdə işləndiyi üçün də matchı silirəm. Burada dedik ki, an article-dır. Heç vaxt cəm isimlə işlənə bilməz. S-ni də silirəm. Qalır A, D və B bəndi. Baxın, bu birazca vəzlik dərsinə aiddir. Burada sonu S-lə bitənlər özündən sonra isim qəbul etmir. Cookies isə peçenyelər isim deməkdir. Ona görə də D, other sözlərini də silirəm və variantım olur B bəndi mor. 37-ci testə keçid edək. Yenə də eyni testdir. They sözünü verib, cəm isimdir. İsimdir, özündən sonra others isim tələb etmir. Burada another özündən sonra tək sayıla bilən isim qəbul edir. Yenə də other sözü isim qəbul etmir. Much tək isim qəbul edir. Variantım olur A bəndi. 38-ci testdə problem sözünü verib, cəmdir. Həmçinin bu da cəmdir. Bu da vəzlik dərsinə oxşuyur. Mübtədamda cəmdir, xəbərimdə cəmdir. İlk özündən sonra cəm isim almaz. Yalnız özündən sonra o işdənsə cəm alır. Yerdə qalacaq 3, 4 və yəni B və C bəndi. Some özündən sonra ala bilər. Bu okeydir, doğrudur. A lot-un of'u yoxdur. Of'u olmadığı üçün də yanlışdır.
A number of-la the number of-un isə yeganə fərqi ondan ibarətdir ki, a number of özündən sonra cəm isim, cəm xəbər alır. The number of isə özündən sonra cəm isim ala bildiyi halda xəbəri həmişə tək olur. Bu testdə isə mənim mübtədam da cəmdir, yəni ismim də cəmdir, xəbərim də cəmdir. Ona əsasən də 4 yox, 2 doğru olacaq. Cavabım olacaq 2, 3, C bəndi. 39-cu testdə ilə elədi, students verib cəmdədir, have verib cəmdədir. Every özündən sonra cəm isim ala bilməz və everydən də sonra of işlənmir. Bunu yadımızda saxlayaq. A number of dedik ki, cəm isim, cəm xəbəri alır. Doğrudur. Heç özündən sonra cəm isim almaz. Bir halda cəm isim ala bilər ki, orada ondan sonra of işlənsin. Ona görə də 5 də yanlışdır. Doğru cavabım olacaq 2 və 3. The number of da dedik ki, özündən sonra cəm isim ala bilir. Doğrudur. Lakin xəbəri həmişə təkdə olmalıdır. Season sözünə baxırıq, cəmdədir. Cəmdə olduğu üçün də muchla işlənə bilməz, a little işlənə bilməz. 2, 3, Y bəndi doğru cavabımız olacaq. Some sayıla bilməyən tək isimlərlə, sayıla bilən cəm isimlərlə işlənilir. 41-ci testdə news programs verilir. Baxın, burada 2 dənə isim yanaşı gəlir. Və biz isim dərsindən bilirik ki, 2 isim yanaşı gəldikdə birinci isim ikincini təyin edir. Yəni, orada təyin funksiyasını daşıyır, o funksiyanı icra edir. Və burada da news programs olsa da biz burada news sözünə yox, programs sözünə baxırıq və görürük ki, cəmdə işlənir. Cəmdə işləndiyi üçün də only little olmaz, much olmaz. Bu ikisini də variantlardan çıxsaq, 3-də 2-ni. Elə bir dənə variantımız qalır, o da Y bəndi. 1, 4 və 5. Several isə həmin bu PDF-də onu da qeyd etmişəm. Several özündən sonra, baxın, bir neçə sayıla bilən cəm isim qəbul edir. 42-ci testdə ilə onun kimidir. 2 isim yanaşı gəlib, lakin biz birinciyə yox, ikinci ismə nəzər yetiririk və şub sözü də görürük ki, cəmdədir. Cəmdə olduğu üçün 3 gedər, 2 much gedər, yerdə qalar 1, 4, 5, B bəndi. 43-cü testdə bizdən yanlış cavab istəyir. Wrong yanlış deməkdir. Diqqət yetirək burada. A little baby deyir. Burada mən qeyd etmişəm, balaca bir qeyd kimi ki, a little əgər kiçik balaca mənasında işlənirsə, baxın qeyd 8-də. Kiçik balaca mənasında işlənirsə, özündən sonra sayıla bilən tək isim qəbul edir. Burada da balaca bir uşaqdan, babydən söhbət gedir. Ona görə də doğrudur. Interesting work sözü doğrudur. Maraqlı əsərlər ola bilər. Many times, bayaqları qeyd etdim ki, times-ın 2 mənası var. Dəfə mənasında sayıla bilən cəm isim olur və many ilə işlənə bilir. Çoxlu dəfə, belə deyək. Homework isə sayıla bilmir heç bir zaman. Sayıla bilmədiyi üçün də many ilə işləyə bilməz. Yəni, yanlış cavabımız budur. B bəndi. Class-ın da 2 mənası var. Bunlar sayıla bilən, sayıla bilməyən dərslərindəndir. Şüşə mənasında sayılmır. Stəkan mənasında isə sayılır. Elə bu da doğru cavab olur. Yanlış cavabımız isə olacaq B bəndi. 44-cü testdə ilə elədi. Beautiful glasses ola bilər. Burada stəkan mənasındadır yenidən. Bu doğrudur. A little house ola bilər, kiçiyi. Housework isə sayıla bilmir, ev işləri deməkdir. Y bəndi olacaq burada yanlış. Interesting work ola bilər, many times yenə də doğru cavabdır. 45-ci testdə information sözünə baxırıq. Information sözü sayıla bilməyən tək isimdir. Few ilə işlənməz, many ilə işlənməz. Test variantlardan bu 1 ilə 4-ü silirəm. Yerdə qalır C bəndi. Belə etməklə çox asan və çox qısa müddətdə tapmaq olur. 2, 3, 5 bəndi. Yəni C bəndi. Aha, neçənci testimizdir bu artıq? 46-cı testə baxaq. 46-cı testdə passion sözündən istifadə edib. Few ilə işlənməz, sayıla bilməyən tək isimdir. Ona görə də birləri çıxıram burada. 4-də baxırıq ki, a lot-un of-u yoxdur. Of olmadığı üçün bunu da çıxıram. Yenə də few ilə işlənməz 5-də gedəcək. Qalacaq 2 və 3 A bəndi. 47-ci testə baxaq. Aha, 47-ci testdə baxın, 2 dənə isim yanaşı verilir. Əgər bu formada test verilibsə və orada of-dan istifadə edilməyibsə, biz bununla, yəni birinci ilə üçüncüyə baxaq. Yəni, olduğum F ilə application sözüdür.
Birindən üçüncüdür. FU demişəm cəm isimlə işlənir, application isə təkdədir. Bu doğru deyil. Biriləri variantlardan da çıxıram. 2-də few verib, applications verib cəmdədir. Bu doğrudur. Bunu götürə bilərəm. Few verib, drops verib, drops cəmdədir. Bu da doğrudur. Bunu da götürə bilərəm. Burada few verib, drop təkdədir. Təkdə olduğu üçün 4 də yanlış olacaq. Doğru cavabım olacaq 2, 3, C bəndi. 48-ci testdə eynən onunla eynilik təşkil edir. Baksız sözünə baxıram. 1 budursa, 3 budur. 1-dən 3-ü uyğunlaşdırıram. FU cəmlə işlənir. FU cəmlə işlənir. Baksız vermişəm. Doğrudur. 2-də box sözü vermişəm. Təkdədir. Bu yanlışdır. Çünki biz demişik ki, FU cəm isimlə işlənir. 2-ləri tez çıxaq buradan. Bir olmayanı da çıxaq. Leaf verib, burada FU verib, yenə də demişik cəmdir, leaf isə təkdir, bu da düzgün deyil, amma burada onun formasını verib, ona görə də səbəbdə düzgün cavab olacaq. Baxırıq, documents verib, cəmdədir, burada buna baxırıq, cəmdədir və 10 da var, 10 da nəzərə alırıq. Birinci sözüm cəmdə olduğu üçün match işlənməz. Match yalnız və yalnız təkdə olanlarla işlənir. Elotun ofu yoxdur, bu da yanlışdır, gedər. Burada FV də olar, many də olar və D-dəki many də olar. Hər üç variantın birinci tərəfi uyğun gəlir. İkinci tərəfinə diqqət etirsək görərik ki, söhbət cəmdən gedir. Cəmdən gedirsə little də olmaz. Və only-də biz demişik ki, yalnız nə ilə işlənirdi? Qarşısında article olanlarla. Yəni ki, many ilə FV olacaq, few işlənilməz. Və sonuncu testimizin izahına baxaq. Experience sözü sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğu üçün many ilə işlənməz. Və burada görürük ki, elotun yenə ofu yoxdur. 2 ilə 4 yanlışdır. Bunları tez çıxdaş edirəm və doğru cavabım olur. 1, 3, 5, D bəndi. İnaf özündən sonra isim qəbul edir. Özündən əvvəl isə sifət qəbul edir. Bu da həmin o izah videosunda qeyd edilib. İzahımız bu qədər. Deməli, 11-ci sinif yeni topludan 1-dən 50-yə qədər olan kəmiyyət bildirən sözlərin testlərinin izahı idi. Ümid edirəm ki, sizin üçün anlaşıqlı və faydalı olmuşdur.